Mən Əmrabayxan Kapilyal başqarucu olmasa, Rızmetov Əcbayb olmaq. Bizlər 3 təcrübəsinə əsasən daim rəvisləşən mücaz hadilətdə, müşkəllarla, axallıqla uçuraşımlara tüp gələmiz. Bu yer Nəbət sizlərlə ötürülmüş uçuraşımız Baxtagül məhəlləsində buladı. Uçuraşımın ötürüşümüzdən məqsəd kimdə banklik məsələsi var, tədbirkarçılıq məsələsi, ya kreditlik məsələlər olduğumuzda qoldan yeni şeylərdən birimiz. Əsası şu uçuraşı ötürüşümüzdən məqsəd şu mahallədəki əhalinin tədbirkarçılıqda cəlb qılış, şu mahallənin üzründə tədbirkarlıqını rivajlandırış, işsizlikini, kəmmallıqını qısqartırışdan ibarətdir. İndi kimdə tədbirkarçılıq qılış istəyi var, lakin məbləğ yoxdur. Bizdən kələsində bir qayaları var, şunu etsəm, şu işini etsəm, şunu tədbirkarlıqını yola qoysanlar, qayalarımız var, lakin layıqayla ömrünü tutsa, şunun bizdən bir bank mahsullatlarımız var. Ruxsat bəcənizdə qısqaça düşündürüb ötəni, şulardan faydalanıb bir manat tədbirkarlığınızı yola qoyuşlarınız mümkün. İşsiz fuqaraları üzünüzü bənd edəcək halda kredit azaltıb verəmiz. O 7 milyonluq biz seçim ödəyimiz. 4 il müddəti 6 ay imtiyazlıdır. 25%-dən plastik azaltıb verəmiz. Bunu alıb bizdən tədbirkarçılığını yola qoyuşumuz kişiyə tədbirkarçılıq, buna faydalanır, başlanğıcı, kimdə tələndəsi filan başlayır, kimdə su maşına filan başlayır. Bemalab alıp durup şundan faydalanıp plastik kartaya təşəkkür ederiz. Şundan plastik kartçıların üzerinde gerekli şu tədbirkarçılıq quruluşunun mahsullatlarını alışımız. Bundan təşəkkürü mahallalar ərazində kredit mahsullatımız var, 50 milyon sonuca verəmiz. Ama kefillik bilen verəmiz 25%'dan o plastik kartçıya təşəkkür ederiz. İşsizlərə verilər, işsizlərə. 5 il müddəti 2 il imkanı verir. İndi içimizdə kimdir tədbirkarçılıq var? Başlayalım. Ayrı tədbirkarlıqdan alıb bir üzünə yaraşıq kişinin tədbirkarçılığı var. Fəaliyyətini geniş etdirəmək, işçilərin işçiyə salamı geniş etdirəmək. Kimdə tikim maşinası var, 4 tane, 3 tane tikim maşinası var. Üzünə yaraşıq nav dedik. Yanında şəhidlərim var. Şunu 10 il dolduraman deyib. Fəaliyyətini geniş etdirəmək deyib. İşçilərinə köpəytirəmək deyib. Mən zakaslarıma köpəytirəm. Cismani şəxslər, yuridik şəxslər ötəcəklərindən deyil ki, tədbirkarlar içimizdən, tədbirkarlarımız üçün kreditlər, mahsullatlar var. 312-ci sal karar əsasən 100 milyon sonunda 300 milyon sonunda kreditlarımız var. Kreditimiz tümənli tayfasından gəlib çıxır, present. Bizdən tümənimiz, Ankara tümənimiz 3-cü tayfaya gəldi. 3-cü tayfadan 20% acatarız. Kreditimiz 5 il müddətə verilədir, belli imtiyazları bilən. Bu ötürüşü yolu bilən, 20%. Bemalış kreditdən faydalanıb, bizimiz tədbirkarçılığımızı yola qoyub, rivajlandırışımız mümkün. Bundan təşkəli yarışlara kredit mahsullatlarımız var. 60-cı sağlık qərarı əsasən. Yarışlarımız indi əməyiniz biləsə, 30 yaşdan, 18 yaşdan 30 yaşa boğan paralarımız yarışlarda saxlanılır. Bunlardan şu hazır gündə 100 milyondan tutub 2,5 milyardəcə alalım nələrimiz var. Kredit mahsullatlarımız var. Presenti qayta maliyyələşdirmə stavkası +4% olacaq. Yəni 18%-dən azaltıb verən 5 il müddətə bir imtiyazlar verir. Əsasən qısqaca bank mahsullatlarımız var ibarət. Bemalal alıb durub faydalanırsınız bunu, tədbirkarçılıqlarınızı yola qoyuşlarınız mümkün. Kimdə tədbirkarçılıq qılış istəyi olub durub kreditlik məsələni ya başqa məsələlər olduğumuzda bemalal işləriniz mümkün. Yazıb alıb, azaltıb verəmiz kreditlik məsələni lazım olacaq ki, qısqa müddətdə işçilərə kredit olsa 2 gündə, hətta kredit olacaq, hətta ya 3-4 günün içində azaltıb verəmiz. Şimdi bu olmasa, açıqlarımız mümkün olacaq. Anlayışın məndə barədə kredit alırsa, Neçə kredit alacaksınız? Çarvaçılık üçün, o? 100 milyon kredit verir. Çarvaçılık olursa, bu olmasa, bizə 212-ci sağlık qərarı əsasən kredit mahsullatımız var. 5 il müddətə bir imtiyazına 21%-dən tutbələmiz, bu ötürüşü olur bilən, beymana faydalanmışsınız mümkün kreditlə oldu. Fəaliyyətinizi yeni yetirsiniz mümkün. Bizim işi yerdən gerekli çarva mahsullatlarımız ya azıqa mahsullatlarımız var, fəaliyyətinizi yola qoyursunuz mümkün.
Zaten 3-4 günde kreditini çıkarıp beraber. Meselesi yok. Kimde o bayanlar? Teklif, müracaat yok olan olmadı. Çarpı 2 yılda faizde Çarva bu 312. sağlık kararı esasında 100 milyon. 100 milyon sonunda. 100 milyonu ötürüp alış gerekiyor. 100 milyonunu bir yere ötürüp veremez ha. Çarvacılık. Çarpı ketkelerler. Ama çarvacılık bilen şuğulanın filmiyle teminat şarkıları var. Nesilçilik bilen şuğulanın teminatçılarımız var. Çocuklar çekler çalışım 312. sağlık kararı esasında Bir çıkartlar. yıl imtiyazı var dediğiniz, Aynen. şu bir yıl imtiyazında mesela yap taşısam olurmuş. Şimdi Alıp kredit, durun. kredit değeriniz neydi? Kreditini aldınız, bir imtiyazda ödedi. Ama misal şarvaçılık bunu alsanız, köple yanaklı, yaş şarvama aldınız, 6-7 aydan keyin yaxşı para veşetdiniz, misal 10 milyonluk şarvanız 6-7 aydan keyin 20 milyona satsanız buralar şərait. 100 milyonluk bir 10 tane yaş şarvama aldınız, varın bir 7 aydan keyin 5 ile berkutmuş. 7 aydan keyin şu 10 tane şarvama aldınız 200 milyon oldu. Bir mal alsız 200 milyon mal almamızı hemmesini satıp durup 100 milyon sonunu kreditinizi beklet taşırsınız. Şuna tamam, Ama- faiz net mi de? Yok, şu- Ya ben faizini Mesela şu aldım. 6 ay kreditten faydalanmamışsanız 6 ay faiz töreysiz. 5 ay kreditten faydalanmamışsanız 5 ay faiz töreysiz. 5 yıl faiz töremezsiniz. Adam gününüzden keyin neçe güneşe kreditten faydalanıp oturganmısanız şu güneşe faiz töreysiz. Alasanız alıp durup 3 aydan keyin ne oldu dedi, tedbir aldığınız ruhlarlanıp getir, işiniz düşüp getirdiğiniz 3 aydan keyin hemen taşıyıp verişiniz mümkün. Mesela 100 milyon son olacak, ortasan içe 1 milyon 750 milyondan resen çıkar. Ona 1 milyon 750 milyondan faiz töreysiz, 100 milyon son olacak. Aytalı, Bu erken rakam alış mümkün mü? 100 milyon. 100 milyondan çam alışımız mümkün. Farkı yok, 50 milyon son alışımız mümkün. Bu yuridik şahslar azatılar. Yuridik şahslar. Yuridik şahslar, cismani şahsı olmasanız, cismani şahslara 50 milyon aşağı kreditim var. Inflasya taşak veremez. Yuridik şahsları azat olduğum kreditimiz şu 312. sağlık kararı esasında 100 milyondan 300 milyon sonrası. Şimdi yuridik şahs, hazır siz yuridik şahs mesiniz, aytalısız 33 milyonluk kreditimiz var. Hakimlerden tamamen belirleme, tefsirname esasında. Şunu yaptırıp üzerinizi çabaçılıkınızı yola koyacaksınız. 3-4 tane bir sağlık sırrınız var. Ya şu yavrunuza kalende çizgilerini almış böyle şey. Üzerinizi şu alıp durup faydalanıp yapkansız. 33 milyonluk. Eğer derslerden barıp durup rökat ötesiz, yekte tedbirkar olup mu, yani aile karfan olup mu, rökat ötesiz. O yurdi şahs makamı alanınızdan ki bize size şu aile tedbirkar olup da alan, potansiyel mücadele rökatı değil. Şu rökatta giresiz, şu alıp yapkanınızdan ki beymalar size şu yurdi şahs makamı alıp kendinizden ki kısa müddet içinde uzatılır, 3-4 gün içinde azat verip bilemiz. Mosur sağollar, müracaatlar olalımızda bir manayet verine yok olalımızda bizden məhəllələdə agentlərimiz var, məhəllə belki bankirlərimiz var, hal-hazırda bevasitə var, bankirdə müracaat etişləriniz mümkün. Buradan gəlincə kredit mahsulatlar olalımızda hətta kişinin kreditlərini 2-3 gündə hətta kreditlər olalımızda uzaqlı həttələrə çıxarıb veririz. Siz etibarlarınız üçün rəhmət, fürsətiniz var üçün bir gün çalışmaya yekiliyim.